Salam, hörmətli izləyicilər. Bu günləri sizə mədə yırtıqları haqqında məlumat vermək istəyirəm. Mədə yırtığı qida borusunun mədəyə keçən hissəsində diafraqmanın üzərində olan dəliyin geniş olması nəzərdə tutulur. Buna hiatal yırtıq da deyilir. İnternetdə hiatal yırtıq adında da araşdıra bilərsiniz. Əgər xəstələrdə hiatal yırtıq mövcuddursa, həmin xəstələr döş sümüyü arxasında olan yandırıcı ağrının, tikə qalma hissinin, ağıza qara su gəlməsi, ağızda pis qoxu və dadın olmasının şikayətləri ilə müraciət edirlər. Bəzən yemək yedikdən sonra yeməyin ağıza qayıtdığını vurğulayırlar. Bu kimi hallar hər xəstədə olmaya bilər. Bəzən xəstələrdə ürək nahiyəsində sancı və göynədici şəkildə ağrılar müşahidə olunur. Bu ağrıların olması psevdoürək ağrıları kimi tanımlanır və yalançı xarakterlidir. Amma buna baxmayaraq, həmin xəstələr uzun müddət kardioloji müalicələr alırlar. Müalicə almalarına baxmayaraq ağrı keçmir. Ağrının keçmədiyini görən kardioloq həmkarlarımız isə həmin xəstəyə anjiyo olunmasını təklif edirlər. Anjiyo əsasında da xəstədə heç bir ürək damarında patoloji proses aşkar edilmir. Təsadüfi müayinə əsasında belə xəstələrdə əsasən endoskopiya və rentgenoloji müayinələrdə hiatal yırtığın olduğu aşkar olunur və bəlli olur ki, bütün bu keşməkeşli həyat bir səbəbi var imiş ki, hiatal yırtıq var imiş. Əgər hiatal yırtıq varsa, bunun dərəcəsindən asılı olaraq müalicə taktikası seçilir. Birinci və ikinci dərəcəli hiatal yırtığı olan insanlarda dərman müalicəsi effekt verir. Amma üçüncü, dördüncü dərəcədə artıq dərman müalicəsi davamlı effekt verməyə bilər. Bu halda mütləq ki, əməliyyat olunmalıdır. Biz hiatal yırtığı olan insanları əməliyyat ehtiyac olarsa, həmin insanlara laparoskopik üsulla hiatal yırtığının ləğvi, bunun da elmi adı fundoplikasiya metodudur. İnternetdən daha artıq məlumatlar əldə edə bilərsiniz. İcra edirik və xəstələr bir gündən sonra evə yola salınır. Diqqətiniz üçün sağ olun.